İpək qurdu. Bu hadisə çox qədimdə Çində baş vermişdir. Bir gün Çin hökmdarının xanımı tut ağacının altında oturub çay içirdi. Birdən onun fincanına ağ rəngli kiçik bir şey düşür. Xanım barmağını salıb onu çıxarmaq istədikdə dırnaqları nazik sapa ilişir. Şəhzadə xanım dartdıqca sap uzanır. Məlum olur ki, bu ipək qurdunun hördüyü barama imiş. Bu hadisədən sonra Çinlilər baramadan ipək sap və parça əldə etməyə başladılar. Bəs ipək qurdu baramanı necə hörür? İpək qurdu kəpənəyin bir növüdür. O kiçik yumurtalar qoymaqla çoxalır. Bu yumurtalardan balaca qurdlar, tırtıllar əmələ gəlir. Tırtıl tut yarpağı ilə qidalanır. O öz ətrafına barama hörməyə başlayır. Barama hazır olanda tırtıl onun içərisində kəpənəyə çevrilir və uçub gedir. İnsanlar baramanı açıb ipək sap hazırlayırlar. Bu sapdan ipək parça toxunur.